də ona dedim ki, özün bilərsən. Düz demirəm? Nə fikirləşirsən? Bəli. Hər bir oğlanın qorxduğu an gəlib çatdı. Sənə sual verirlər. Düz eləmişəm ya yox? Əslində birinci sualın cavabı həmişə eynidir. Bəli, düz eləmisən. Amma problem o biri sualdır. Nə fikirləşirsən? Mən orta statistik bir kişi kimi beynimi söndürüb sadəcə başımla hə işarəsi verirdim. Boğmalanırdım və bu vaxt ərzində deyilənlərin bir kəlməsi belə yadımda qalmadı. Bəlkə deyim ki, bugün çox gözəldir. Yox. Onda deyəcək ki, deməli o biri günlər gözəl deyildim. Təhlükəlidir. Bəlkə saçını kəstirib, bəlkə də kəstirib, hətta bəlkə də bunu mənə deyib. Amma mən yenə heç nə xatırlamıram. Bəlkə düzünü deyim. Yox. Necə deyə bilərəm ki, bu vaxt beynimin içində Hilalın videosu haqqında fikirləşirdim. Yox əşi! Neysə. Qaqaş, kömək elə də. Qardaş, vəziyyət zibildi. 2 dəqiqə əvvəl tamam başqa mövzudan danışırdı. Mətbəxdən çıxdım, mövzu dəyişdi. Çox sağ ol, qaqaş. Hesabı da gətirərsən. Ofisantın da bir suyu Hilalın videosundakı müdirə oxşayır. Yaxşı. Onda son və 100% işləyən variantı işə salaram. Əlbəttə düz eləmisən. Baxarıq. Hər şeyi eşidirəm, ay xı.